Baxaq niyə gəlmədi ki? Hə, gəldi. Müəllimə, inventar nədir? Bircə dəqiqə. Oxuyuruq müəllimə, bircə dəqiqə xahiş edirəm. Müəllimlər oxuyuruq. Aha. Bircə dəqiqə. Aha, deməli nə deyir? Deyir ki, vurulduqdan sonra bəzi işləri icra etməyə başlayır. Pəncərələri açaraq otağı havalandırır. Lövhəni təmizləyir. Sinif yoldaşlarının partaların arasında səliqəsiz qoymamasını xahiş edir. Lakin dərs başlanmazdan az əvvəl Muradın sinif rəhbəri ona bildirir ki, o növbətçilik vəzifəsinin hüdudlarını aşaraq əslində ona aid olmayan bir işlə məşğul olub. Verilmiş situasiya əsasən aşağıdakılardan hansı Muradın birbaşa vəzifələrinə aid edilə bilməz? Tənəffüs zamanı sinif otağında qalaraq intizama nəzarət etmək düzdür. Sinif otağının və inventarların səliqəli saxlanmasını izləmək, yəni sinifin o parta olsun, nə bilim, yer olsun, döşəməsi olsun. Dərs bitdikdə otağın ümumi təmizliyini və qaydasını yoxlamaq, bəli, bu da var. Müəllimə dərs ləvazimatlarını hazırlamaqda köməklik göstərmək, bu da var. Müəllimlər, bax, tənəffüs zamanı öz mərtəbəsində dəhliz üzrə nəzarət həyata keçirmək. Niyə növbətçi çıxsın dəhlizdə, dəhlizə baxsın? Məyər o müəllimdir? Müəllimə, elə biz yeni yazmışdıq da. Siz yeni yazmışsınız. Yox, müəllimə, orada deyir axı, tənəffüs zəngi vurulduqda. Deyir, sinif daxilindədir. Hələ sinifdən çölə çıxmayıb axı bu. Biz sinifin içərisindəyik axı, Dəhlizdə deyir, olmaz. İndi müəllimə bu deyir variantı idi. Bağlayın mənlər. Aha, bəli, burada edi. Yəni deyir, bu işləri eləyib, amma deyir, ona aid olmayan da bir işlə məşğul olub. Müəllim deyir ki, sən aid olmayan bir işdir. 4-ə aiddir, bir dənə dəhliz yox. Dəhliz, uşaq dəhlizdə nə gəlsin, dursun dəhlizə nəzərə. Dəhliz yoxdur axı, Günay müəllimə. O ki, hafifdən görüb dəhliz yoxdur. Axı o deyir, olmayanı seçir. Hədə aid olmayanı soruşur da, dəhlizdir. Bəli, düz yazanlar, səhv yazanlar da var. Müəllimə, baxışın sözünü kəsdim. Burada bütün hamısı tənəffüs zamanı növbətçinin vəzifələri idi da, hamısı yazılmışdı, orada açıq idi. Bəli, bir dənə aid deyil. Müəllim gəlir deyir ki, sən özünə aid olmayan işlə də məşğul olmusan da. Düz oxuyun müəllimlər, belə situasiyaları işlədəcəm. Çoxdur belə situasiyalarımız, en qədər. İndi 2-də diaqramdır. Hə? Niyə dəhlizə çıxmasın desin ki, dəhlizə çıxmasın deyəndə sən o dəqiqən biləsən ki, dəhlizə çıxıb. Müəllim deyir ki, sən bu işlərdən əlavə ayrı bir işlə də məşğul olmusan. Deyir, Murad hansı işlə məşğul olub ki, o növbətçinin vəzifəsi deyil. Və situasiya odur da, situasiyanı tutmalısan ki, bu Muradın vəzifəsinə aid olmayan nədir? Y uyğun gəlmir də, düzdür. Bəli, Y uyğun gəlmir. Variantlara baxanda Y uyğun gəlmir artıq. Aha. Desə, axı o situasiyanın mənası qalmaz. 2-ni oxuyun görək. 2 rahatdır. Yazın gəlsin. Ay sol, bəli, burada ailə büdcəsinin gəlinə aid olmayan yığım qənaətinə yığılmış puldur. 3 oxuyun. Bu da çaşdırıcı sualdır. Sualı görək daha nə olar, xahiş edirəm. Düzəldir indi gözəl. Gözəl onu biraz xırda düzəldir. O biri tərəf aparır ki, siz rahat görəsiniz. Müəllimlər, xahiş edirəm, hələ ki yazılan cavablar qoyun oxuyaq. Siz oxuyub yazırsınız, biz hələ oxumamışıq. Səhv yazırlar onsuz da. Bu qrup gözünüzü çıxardacam. Orada çaşdırıcı bir söz var, elə hamı onu görən kimi cumdu variantı götürdü. Ona görə elə o sözlərə qoymuşam mən. Görək rəngarəng cavablar gəlir. Aha, bu bir qrupda. Vay, bu nədir? Yazmayaq hələ, yazmayaq. Mənim səsiniz ilk verir, reisli.
Bu biri telefondan qoşulmuşam ona görə. Bu biri qrupda hərə bir cavab yazır. Göndərin görək müəllimlər. Müəllimə bir cavab da mən deyim, indi qalsın yaddaşda görək olar olmaz. Aha, deyin görək. Su sisteminə gələn isti və soyuq suyu bağlamalıdır. Çünki orada irç var. İrç nə etməli? İndi baxaq, oxuyaq da, oxuyaq. Deyir, anar evdə tək olduğu vaxt mətbəxdə kranın xarab olduğunu görür. O kranın başlığını axıra qədər sıxsa da suyun qarşısını ala bilmir. Üstəlik su damcılamır. Təzyiqlə ətrafa püskürüb axır. Anar başa düşür ki, kranın daxilindəki hissələrdən biri tamamilə yeyilib və sıradan çıxıb. Krandakı bu nasazlığı aradan qaldırmaq üçün və su sızmasının qarşısını almaq üçün anar ilk növbədə hansı işi görməlidir? Su nedir? Püskürüb axır. Su dayanmadan püskürüb axırsa, nə etmək lazım idi, hə? Suyu bağlamaq lazımdır. Bağlamaq lazımdır suyu. Mən də səs yazdım getdi. Ay, sağ ol, bəli. Kran başlığını dəyişmək lazımdır. A variantı. Mən də onu bəyəndim. Bu ara qatındaydı, hə müəllimə? A variantını yazmışdım. Ay, sağ ol. A-nı yazanlar, bəli. İnanın ki, A yazanlar, bəli. Halal olsun sizə. Mən qarışdırıram bu sualları. Ekran başlığını tam anlaya bilmirəm. İkinci nasazlıqdadır Y variantı. Axı bizə 3-də yazmayıblar. Hansı nasazlıqda kitabda yazıb ki, birinci suyu bağla? Hə? Deyir, yazmışsa hamısında suyu bağlayırıq. Hansını da yazıblar? Heç birində yazmayıb axı. Bizə bir dənə 3-də yazıb ki, əvvəlcə mənzilə gələn isti soyuq suyu bağla. Murad, yəni ilk növbədə nə etməlidir? Usta çağırmamışdan əvvəl, nə bilim, nə etməmişdən əvvəl bilir ki, gedib suyu ventilli başlığını testdə. Səs açanlar mane olur testdə. Aha. Deməli, nə oldu müəllimlər? Düzgün cavabımız ventilli başlığı dəyişmək lazımdır. Axı, bu nasazlığa baxın da. Deyir, su dayanmadan püskürüb axır. 5 dənəsini oxuyaq, vəsiyo. Çox oxudacam belə. Şu görəm zəifsiz, hər dəsə oxudacam belə. Demək olar ki. 4-ə baxın, görün. Hə, şəkli gətirirək, qoyuraq, uşaqlara yaxşı görsün. Müəllimə 4-də variant yoxdur. Var. Düzəltməyə çalışın. Lap neyinirsiniz variantı? Elə oradan seçin, yazın. Heç variantı yazmasanız da deyin ki, hansılardır. Diqqətlə oxuyun, tələsməyin. Bir dənə testimiz qaldı, onu da oxudum. Qalanı da gələn dəfə oxudacam. Bunun qrupunuza atan deyiləm. Belə burada gözünüzü çıxardacam sizə. İnan, təxminə səni öldürəcəm. Sualı düz oxu. Yazmayın müəllimlər, açıqlamalı yazmayın da, qoyun özləri tapsın səhvi. Harada səhv elədiklərini özləri görsün. Göndərin görək müəllimlər. Aha, biri D yazdı, biri E yazdı. Dayan görək. D yazan da var. Aha, variantlar belə gətirdim. Yəni rəqəmlər də yaza bilərsiniz. Aha, A, D, E, rengarenk, oho. D. Aha, B gəlib hələ burada.
Hə, digərləriniz nə yazırsınız? Olsun, rəqəm Müəllim, əks deməkdə, yəni aid olmuyor. Bəli. Axı o ankirdir. Oxuyuram. Rauf yeni aldığı ada yazan var, maraqlıdır. Rauf yeni aldığı mənzildə bəzi quraşdırma işləri görməlidir. O, ağır bir idman turnikini beton divardan asmaq və tavan hissəsinə ağır bir çırçıraq bərkitmək istəyir. Mağazaya daxil olduqda satıcı ona aşağıdakı şəkildə göstərilən bərkitmə vasitəsini təklif edir. Şəkildə nəyi görürük? Ankerlərdə. İndi sual verir. Deyir ki, verilənlərdən hansı bu bərkitmə vasitəsinə ziddir? Ziddi soruşur. Yəni buna əksdir. Ağır əşyaları beton divara bərkidilməsi üçün istifadə olunur. Bu düzdür. Niyə biz biri seçirik? Deyil. Axı bu zid deyil. İkinciyə baxırıq. Quraşdırmazdan əvvəl dəlik, toz soran və şotqu ilə təmizlənir. Bu düzdür, müəllimlər. Biz şotqadan istifadə eləmirdik ki, fırçadan istifadə eləyirdik. Birini tapdıq, 2-dir. 3-ə baxırıq. Bərkidilməsi 4 mərhələdən ibarətdir. Düzdür. Sonra quraşdırılması zamanı istifadə edilir toz soran və fırçadan. Bu da düzdür. Deşiyin mərkəzi əvvəlcə biz ilə nişanlanır. Xeyr, biz bizdən istifadə eləmirdik ankerdə. Düzgün cavabımız 2-5. D variantı. D-ni yazanlar halaldır. Qalanları Aferin bizə. Mənlər səsləri bağlayaq, zəhmət olmasa. Müəllimə bu sualıdır. İşləməlisiniz. Bəs mən boş-boşuna demirəm. Bu aprel qrupundan salamat çıxanlar gedib ixtisasdan 40-a 40 miqdə 50-yə 50-də sertifikasiyadan yazacaqlar. Təkrar eləsəydisə yazmaq olar. 5-i də oxuyuruq, qutardı. Müəllim, təmizləmə yox idi. Ona görə ankerdə təmizləmə olmur ki. Niyə olmur ki? Şotqa ilə sən təmizləmirsən ki, sən fırça ilə təmizləyirsən. Ona görə. Müəllim, o yer telefonu təriflər seçəmirəm. İndi siz hərfi seçəmirsiniz. Görün mən bunu yazanda necə yazmışam. Sakitcə durun, oxuyun. Can, qutarmasın dərs. Fərdi dərsim də var saat 10-da. Girim ona, siz də dincəlin, davamında səhər oxudacam. Всё, E-yə qədərdir. Bu biri qrup yenə rəngarəng cavablar verdi. Göndərin görək müəllimlər. Ay, sağ ol. Bunu düz tapdınız. 1-2 nəfər səhv yazıb bunu. Deyir, siz kənd təsərrüfatın məhsullarının saxlanması üzrə mütəxəssissiniz. Fermer təsərrüfatdan ambara 3 növ məhsul daxil olub. Almadır, armuddur. Fərdi nə yazıq ki keçmirəm. İndi yazaram sizə qrupda. Daha doğrusu yazsa. Deməli, sizin vəzifəniz bu meyvələrin deyir, xarab olmadan satış üçün yararlı qalacağı maksimum və minimum müddətləri müəyyən etmək və ambar planlanması qurmalıdır. Düzgün saxlanılma şəraitini təmin etdiyi halda bu meyvələrin saxlanma müddəti hansı variantda doğru qruplaşdırılmışdır? Təbii ki, alma 30-360, armud 15-210, heyva isə 60-90 gün. Bu qədər müəllimlər, qalanını da səhər işlədəcəm. Atmayacam qrupa. Sizin canınızı alacam. Necə müəllimlər? Çox sağ olun. Çox maraqlı oldu. Mövzu. Aha, bəyəndiniz müəllimlər situasiyaları? Çox gözəl. Sağ olun.